Lənkəran Bölgə Təcrübə Stansiyasında yeni hibrid sortlar yetişdirilir. Stansiyanın uyğunlaşdırılmış keyfiyyətli və məhsuldar sortların alınması, toxumculuğun inkişaf etdirilməsi və fermerlərin sertifikatlı mənşəyi bəlli olan tərəvəz toxumları ilə təmin edilməsi istiqamətində uzun illərdir elmi tədqiqat işləri aparılır. Bugünədək müəssisədə 20-yə yaxın elit və super elit sort yaradılıb. Lənkəran Bölgə Təcrübə Stansiyasının seleksiya sahəsində əsasən genofondumuza daxil olan tərəvəz sortlarının, eləcə də rayonlaşdırılmış sortların əkini aparılır. Onların xəstəlik və zərərvericilərə qarşı davamlılığı, mübarizə tədbirləri, agrotexnikası, mineral gübrələrin verilmə dozaları tədqiq olunur. Hazırda pomidor, xiyar, soğan, acı bibər, badımcan və yazlıq ağbaş kələmin bir neçə sortunun ekoloji sınağı öyrənilir. Həm məhsuldarlığı, qiymətli təsərrüfat əlamətlərinin öyrənilməsi, həm də onların tərkibindəki quru maddənin çox olması, xəstəlik zərərvericilərə qarşı davamlı olması, quraqlığa, şorakətliyə, duzluğa qarşı davamlı olması. Yəni son dövrdə bilirsiniz ki, təbii ekoloji fəlakətlərlə əlaqədar olaraq, iqlim dəyişikliklərinə əlaqədar olaraq, hətta seleksiya istiqamətində quraqlığa davamlı, istilik, temperatur artımına qarşı davamlı sortların da yetişdirilməsi qarşımıza duran əsas prioritet vəzifələrdən biridir. Salatlarımıza xüsusi dad qatan dədə-baba sortları deyilən pomidor məhsullarına nədənsə bazarlarımıza demək olar ki, təsadüf çox az olunur. Buna görə də biz bu sualla Bölgə Təcrübə Stansiyasının mütəxəssislərinə müraciət elədik ki, görəsən burada həmin sortları, o keyfiyyətləri daşıyan pomidor şitilləri, sortları əkilirmi? Bunu da öyrənək. Bizdə hal-hazırda əkilən sortda daşınmağa dayanıqlı olan zəfər sortudur. Yüksək əmtəli keyfiyyətinə, yəni süfrədə istifadə, salat kimi daha çox istifadə olunan Leyla və Alsu sortudur. Alsu sortu bizdən xalq arasında o çeri pomidor kimi bilinən xırda süfrə pomidorudur. Azca dadında turşməzə bir xüsusiyyət var, çox dadlı pomidordur. Mütəxəssislər tərəvəz məhsullarının keyfiyyətinə təsir eləyən amillər sırasında atmosfer dəyişiklikləri, torpağın fasiləsiz istismarını, pestisidlərdən, kimyəvi dərmanlardan və mineral gübrələrdən normadan çox istifadə edilməsini qeyd edir. Baxın, indi əkinçiliyin, bitkiçiliyin inkişafında nəyə diqqət olunur? Yüksək keyfiyyəti, məhsuldarlığı və xüsusən xəstəlik və zərərvericilər davamlı sortlar, onlar haqqında tədqiqatlar aparılır. Əhalinin artan tələbatını ödəmək üçün isə yeni sortlar lazımdır. Biz əgər köhnə sortların üzərində dayansaq, o əhalinin tələbatını ödəməz. Stansiyada həmçinin Respublikamızın genofondunda olan, eləcə də xaricdən gətirilmiş ayrı-ayrı acı bibər sortlarının seleksiya və toxumçuluq işi aparılır. Əsas məqsəd acı bibərin ekoloji sınağını keçirmək, keyfiyyətli, rəqabət qabiliyyətli yeni hibrid sortların yaradılmasıdır. Acı bibərin 14 kolleksiya nümunəsi və şəfəq sortu, yəni rayonlaşmış şəfəq sortun toxumları səpilmişdir. Səpiləndən sonra üzəri nazik torpaqla örtülmüş. Qarışqaya görə, iblisə görə dərman da səpilmişdir. May ayının axır günlərində, axırıncı həftəsində açıq sahəyə çıxarılacaqdır. Əsasən acı bibəri 3 yəni tez yetişən, orta tez yetişən və gec yetişən qruplara bölmüşük və onların üzərində fenoloji müşahidələr aparılmış, biometrik ölçülər aparılmışdır və əsas olan fərqli cəhətlər öyrənmişdir. 5 hektar toxumluq sahədən əldə edilən tərəvəz şitilləri açıq sahələrdə əkin aparan fermerlərə təklif olunacaq. Məqsəd əhalini ekoloji təmiz tərəvəzlə təmin eləmək, transgen bitkilərin əkilməsinin qarşısını almaqdır. Pərvanə Əhməd qızı, Eldəniz Qurbanov, Lənkəran.